Borcumuz var. Yox, borcuzdur, düzdür, çətin yoldur, çətinçilikdir. Ürəkdən istəyib gəlmişsinlər. Mən Şahlar şəhidi olanda, demək olar ki, yardımlı xalqı mən üçün doğmalaşdı. Doğma idi, biraz da doğmalaşdı. Yəni, məni tək qoymadılar. İndi də biz hal-hazırda 9 qardaşıq. Allah bütün qardaşları sağ Allah can sağlığı. bütün qardaşları mehriban eləsin. Amin. İndi mənim 9 yox, 30 qardaşım var rayonda. Hamısı doğmadı mənə, şəhid ataları, Nurəddinin atası ilə birgə. Mən elə bilirəm, 30 qardaşım var mənim yanımda. Allah bizi mehriban eləsin. Amin. Amin. Allah nəinki yardımı xalqına, Azərbaycan xalqına göstərməsin, qısmətsini göstərməsin. Cavan ölümü qismət eləməsin heç valideyinə. Bəli, övlad, çox o kim deyirəm, vallahi Quran haqqı 5-ci il bu gün tamam olur. Mən ilvəl elə bilirəm ki, bu dünən olub mənim. Bu mümkün deyil bunu sən yaddan çıxartasan, beynindən siləsən. O Vaqif müəllim dediyi kimi. Addım atırsam, deyirsən böyrümdədir. Baxırsan, deyirsən gör. Pəncərə açıq qalır evdə, deyirsən indicə oradan baxacaq mən. Bu mümkün deyil ki, saniyə yaddan çıxar. Unutmamalıyıq. O da bəlkə elə bir xoşbəxtlikdən unudulmur. Unudulmamalıdır şəhidlər. Ona görə onlar diridir. Həmişədən mən onu öz arxamda hiss eləmişəm, öz yanımda hiss eləmişəm və ona görə də mən dayana bilmişəm. Mən bilir də bu keçirəm, mən çox xəstəydim, nasazdım. Hətta mənim umudum yoxdur ki, mən onu qarşılaya biləcəm. Belə bir vəziyyətdə idim. Qarşılaya biləcəm. O mənə zəng eləyirdi ki, at özünə bax. Malı deyiləm ki, xəbər gələndə mənim umudum yoxdur ki, mən onu qarşılaya biləcəm. Allah mənə bir güc verir. Vallahi ondan sonra mənim ağrılarım da etdi. Ağrılarım da etdi. Mənlə ondan 5 il ərzində mən bir dəfə mal almışam. Allah hər ay mal almışam. O da Allahdan gəldi ki, yəni mənə bir qürur verdi. Ya beynimdən çıxartdı o xəstəliyi, nə cür şeydirsə var. Bəli, Allah'ın Allah iradəsi. şəhidlərimizə rəhmət eləsin. Amin. Qardaşlarıma səbir versin. Bağrıma basıram mən sizi. Çox sağ olun. Şimdi burada tədbirdən də sonra bizim ehsanatımız olacaq. Allah qəbul. Namazdan sonra. Allah qəbul edin. Dəvətli ustamız olaraq xahiş edirəm, gəlib iştirak edin. Sağ olun. Bağrıma basın.